Taksi sürücülərinin imtahanını eşitmişdik. Müəllimlərin imtahanını eşitmişdik. İndi də Azəriqaz xadimələri imtahan edib və imtahandan keçə bilmədiyinə görə 80 xadimə işini itirib. Hansı ki, bu adamlar 400, maksimum 500 manat əmək haqqı alırdılar. Deməli, bu barədə Millaz məlumat yayıb, neftçilərin hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Azəriqazda 80 xadimə işdən çıxarılıb. Onun sözlərinə görə Azəriqazda 80 xadimə qadın imtahandan keçə bilmədiyi üçün işdən azad edilib. Bu kimi hallarla bağlı çoxsaylı ərizə və şikayətlər ombudsman aparatına da daxil olub. İndi mənə maraqlıdır ki, Azəriqazın istəyir rəhbər heyəti, istəyir digər heyətini imtahan eləsələr, onların neçəsi işdə qalmağa layiqdir. Hansı ki, bu qış qazla bağlı nə qədər problemlər yaşandı. O problemlərin günahkarı doğrudanmı xadimlər?